Avropanın bəzi media orqanlarını da izləyəndə görürəm ki, sanki bu bir sıra beynəlxalq təşkilatlar və eyni zamanda beynəlxalq aləmdə daha çox oxunan media qurumları Azərbaycanda yeni bir separatizm dalğası yaratmaq istəyirlər sanki. Etnik insanların yaşadığı ərazilərə gedirlər, oradan reportaj hazırlayırlar və reportajları bir tərəfli. Yəni olmayan məsələ, yəni Azərbaycanda elə problem yoxdur. Olmayan bir yerdən problem yaradır və insanların beyninə təsir göstərmək istəyirlər və sonra da mən görürəm ki, bunu bir neçə dillərə tərcümə edirlər. O məlumatların bir neçə versiyasını həm mətn formasında, video formasında paylaşırlar, yayırlar. Və bu görünür ki, bütün bunların arxasında böyük bir siyasət dayanır. Məncə onlar Azərbaycanda hakimiyyət dəyişikliyi istəyirlər. Yəni onlar Azərbaycanda indiki hakimiyyətin getməsini istəyirlər. Onlar indiki hakimiyyətlə işləmək istəmirlər. Yəni onlar hal-hazırda belə deyək ki, Azərbaycanda hər bir məsələyə hazırdılar. Lap çevriliş olsun, qanlı olsun, qansız olsun. Yəni Azərbaycanda Azərbaycan hakimiyyətinin getməsini istəyirlər. Bunun da səbəbləri aydındır. Azərbaycan suverenliyini, müstəqilliyini bərpa etdi. Azərbaycan prezidenti bir çox məsələlərdə çox qətiyyətli davranır. Avropa Birliyinin müxtəlif platformalar altında Azərbaycana təsir etmək imkanlarını sıfıra endirdi, iki tərəfli əməkdaşlıqlar qurdu və Avropa Birliyi ilə bütövlükdə yox, ayrı-ayrı ölkələri ilə strateji əməkdaşlıq səviyyəsinə fəaliyyətini çatdırıb. Amma Avropa Birliyi görünür ki, Azərbaycana daha çox təsir etmək və Avropa dəyərlərini Azərbaycana gətirmək.